Salam uşaqlar, deməli sizə ardıcıl ədədlərin cəminin hesablanmasına aid məsələ həllini izah edəcəm. Məsələ belədir. Aralarında 8 yaş fərq olan 3 nəfərin yaşları cəmi 108-dir. Ən kiçiklə ən böyüyün yaşları cəmi neçədir? Deməli, burada 3 nəfərdən söhbət gedir. Ən birinci işimiz 3 nəfər. Və biz bunu işarələyib birinci nəfər, ikinci nəfər və üçüncü nəfər. Və bunları bilmirik neçə yaşları var. 3 nəfərdir. Məhsul bir ədəddir bunun yaşı. İkinci adamın yaşı birinci adamın yaşından 8 vahid çox olacaq. Onda üzərinə 8 əlavə edirik. Üçüncü nəfərin yaşı isə ikinci nəfərin yaşının üzərinə 8 əlavə etməklə yaranıb. Və bunların cəmi 108-dir. Və tam hissə modelini yaratdıq. Daha sonra nə edirik? Artıq ədədləri toplayırıq. 8, 8, 8. 3 dənə 8-imiz eləyir 24. 108-dən 24-ünü çıxırıq. Qalır yerdə 84. Və 84-ü bu 3 nəfər arasında bərabər yerə bölürük. 84-ü bölürük 3-ə. Düşür 28. Deməli, ən az yaşı olan adamın 28 yaşı var. İkinci adamın isə 28 üstə gəl 8 yaşı var. Yəni 36 yaşı var. Üçüncü adamın isə 28-i yenə əlavə edirik. Boşxana 28 eləmişdir. 28-dən 8, 36 və 36-nın da üzərinə 8 gəlirik. Bu da eləyir 36 üzrə 8 gəndə 44. Və bizdən soruşurdu ki, ən böyük adamla ən kiçik adamın yaşını tapın. Ən kiçik yaş olan 28-dir. Ən böyük isə 44-dür. Və bunları toplayırıq. 28 üzərinə gəlirik 44-dür. Bu da eləyir 72. Deməli, ən böyüklə ən kiçiyin yaşı 72-dir. Bizdən təkcə ən kiçiyi soruşsaydı 28 götürərdik. Ortancılı soruşsaydı 36 götürərdik. Ən böyüyün neçə yaşı var desəydi 44 götürərdik. Bunlar arasındakı yaş fərqi 8-dir.